Pulos Həvarinin Tesaloniklilərə yazdığı birinci məktub. Müqəddimə. Tesalonik hələ də mühüm bir şəhər və dəhənc bəndəridir. Yunanistanın Məqduniyə bölgəsində olan bu şəhərin təzə adı Salonikdir. Pulos bu şəhərdə insanın günah əsarətindən azad olmasının xoş xəbərini yayıb, xalqı İsa Məsihlə tanış etdi. Xalqın Yəhudi başçıları Pulosun ziddinə qalxıb, onu şəhərdən eşiyə saldılar. Lakin onun peyamını eşidənlərin çoxları İsa'ya iman gətirdilər və ağır əzablar altına düşdükləri halda cinə də imanlarını əldən vermədilər. İndi Pulos bu məktubda onlardan istəyir ki, paç bir həyat yaşayıb səbirli olsunlar və bütün çətinliklərə dözüb İsa Məsihin şövkətli dönüşünü gözləsinlər. Fəsil 1. Pulos Silvanos və Timtausdan, Ata Tarıda və Rəbb İsa Məsihdə olan Tesaloniklilərin kilisasına sizə feyz və barış olsun. Biz həmişə sizin hamınız üçün Tarıya şükür edib dualarımızda sizi zikr edirik və daim atamız Tarı huzurunda imanınızın işini, məhəbbətinizin zəhmətini və Rəbbimiz İsa Məsihdə olan ümidinizin möhkəmliyini xatırlayırıq. Ey Tarının sevdiyi qardaşlar! Sizin seçilmiş olduğunuzu bilirik. Çünki bizim xoş xəbərimiz sizə ancaq sözdə yox, qüdrət və müqəddəs ruhda və çox yəqinlə gəldi. Necə ki, aranızda sizin xatiriniz üçün necə adamlar olduğumuzu da ispat etdik. Siz də bizdən və Rəbdən nümunə götürüb, böyük sıxıntı içində kəlamı müqəddəs ruhun şadlığı ilə qəbul etdiniz. Elə ki, Məqduniyə və Əxayiyyədə olan bütün imanlılar üçün nümunə oldunuz. Çünki Rəbbin kəlamı sizdən ancaq Məqduniyə və Əxayiyyəyə gəlmədi. Hər yerədəki sizin Tarıya olan imanınızın şöhrəti çatıb. Buna görə də bir şey deməyimizə ehtiyac yoxdur. Çünki onlar özləri xəbər verirlər ki, siz bizi necə qəbul etdiniz və nə cür bütlərinizdən Tarıya döndünüz ki, yaşayan və həqiqi Tarıya xidmət edəsiniz. Və onun ölülərdən diriltdiyi oğlunun göydən gələcəyini, yəni İsa'nı gözləyəsiniz ki, bizi gələcək qəzəbdən qurtarır. Fəsil 2. Ona görə, qardaşlar, siz özünüz də bilirsiniz ki, bizim sizin yanınıza gəlməyimiz əbəs deyildi. Lakin bildiyiniz kimi, qabaqca Filipidə əzab çəkib təhqir olduğumuz halda, Tarımızda cürətimiz var idi ki, o ağır ziddiyyətə baxmayıb, Tarının xoş xəbərini sizə deyək. Çünki bizim təşviqimiz nə səhvdən, nə napaçılıqdan, nə də hilədəndir. Amma necə ki, Tarı tərəfindən İncilin bizə əmanət verilməsi üçün təsdiq olunmuşuq, elə də danışırıq ki, insanları yox, ürəklərimizi imtihan edən Tarını razı edək. Çünki bildiyiniz kimi, heç bir zaman yanınıza bəhbəhlənmə sözləri ilə ya da tamahkarlığı gizlədən niqabla gəlmədik. Tarı şahiddir. İnsanlardan da izzət axtarmadıq, nə sizdən, nə özgələrdən. Gərçi Məsihin həvariləri olaraq sizə yük olmağa iqtidarımız var idi. Amma aranızda uşaqlarını əmizdirib əzizləyən bir ana kimi sizinlə mülayim rəftar etdik. Sizə belə könül bağladığımız üzündən, sizə ancaq Tarının xoş xəbərini yox, öz canlarımızı verməyə də çox razı idik. Çünki bizə çox əziz oldunuz. Bizim çəkdiyimiz zəhmət və çətinlik yadınızdadır ki, heç birinizə yük olmamaq üçün necə gecə-gündüz işlədik və Tarının xoş xəbərini sizə elan etdik. Həm siz, həm də Tarı şahiddir ki, necə siz imanlılar arasında müqəddəs, salih və qüsursuz idik. Bunu da bilirsiniz ki, ata övladı ilə rəftar edən biri kimi necə sizi ürəkləndirdik, təşviq etdik və yalvardıq. Elə ki, sizi öz padişahlıq və izzətinə dəvət edən Tarıya layiq şəkildə rəftar edəsiniz.
Buna görə də biz daim Tanrıya şükür edirik ki, siz Tanrının bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu insanların sözü kimi yox, əslində olduğu kimi Tanrının kəlamı olaraq qəbul etdiniz ki, iman gətirən sizlərdə işini yerinə yetirir. Çünki qardaşlar, siz Tanrının Yəhudiyyədə Məsih İsa'ya aid olan kilisalarından nümunə götürdünüz. Ona görə ki, siz də öz həmvətənlərinizdən həmən əzabları çəkdiniz ki, onlar Yəhudilərdən çəkdilər. Ki, Rəbb İsa'nı və Peyğəmbərləri öldürdülər, bizi də qovdular. Onlar Tanrını narazı edib bütün insanlara düşmən dururlar. Bizə mane olurlar ki, qeyri-Yəhudilərlə danışmayaq, məbada bunun nəticəsində onlar nicat tapsınlar. Beləcə də daim günah üstünə günah qoyurlar. Lakin qəzəb nəhayət dərəcədə onların üstünə tökülüb. Amma ey qardaşlar, biz ki, qısa bir müddət üçün, ruhən yox cismən, sizdən məhrum qalmışdıq, böyük arzu ilə üz-üzü görməyə can atırdıq. Çünki biz, mən Pulos bir neçə dəfə istədik ki, yanınıza gələk, amma şeytan bizə mane oldu. Çünki Rəbbimiz İsa Məsih gələndə, onun huzurunda bizim ümidimiz, şadlığımız və tacımızın cəlalı kimdir? Məgər siz deyilsiniz. Çünki siz bizim şövkət və şadlığımızsınız. Fəsil 3. Buna görə də tab gətirməyə daha qadir olmayıb, Atendə tək qalmağa razı olduq. Və qardaşımız və Məsihin İncilində həmkarımız və Tanrının xidmətkarı Timotausu yanınıza göndərdik ki, imanınızda sizə qüvvət verib sizi təşviq etsin. Elə ki, heç kəs bu müsibətlərdən pərişan olmasın. Çünki siz özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. Çünki yanınızda olduğumuz zaman da sizə irəlidən demişdik ki, başımıza müsibətlər gələcək və bilirsiniz ki, belə də oldu. Bunun üçün mən də artıq dözə bilmədiyim zaman yanınıza adam göndərdim ki, imanınızdan xəbərdar olum, məbada vəsvəsəyə salan, sizi vəsvəsəyə salsın və çəkdiyimiz zəhmət hədər olsun. Amma indi Timotaus sizin yanınızdan qayıdıb, sizin iman və məhəbbətinizdən bizə xoş xəbərlər gətirib. Və bundan da ki, bizi daim məhəbbətlə yada salırsınız və biz sizə həsrət çəkdiyimiz kimi, siz də bizə elə həsrət çəkirsiniz. Bu səbəbdən ey qardaşlar, bütün pərişanlıq və müsibətimizdə imanınızın vasitəsilə sizin haqqınızda təsəlli tapdıq. Çünki indi siz əgər Rəbdə sabit durasınız, biz yaşayarıq. Çünki sizin haqqınızda Tanrının huzurunda bütün o şadlığımız üçün Tanrıdan necə təşəkkür edə bilərik? Necə ki, gecə-gündüz xalis ürəklə dua edirik ki, üzünüzü görək və imanınızın əskiklərini dolduraq. Qoy indi atamız Tanrı özü və Rəbbimiz İsa yolumuzu sizin tərəfinizə salsın. Və bizim sizə olan məhəbbətimiz kimi, qoy Rəbb sizin məhəbbətinizi bir-birinizə və bütün insanlara artırıb, məhəbbətdə sizi bağlasın. Elə ki, Rəbbimiz İsa bütün müqəddəsləri ilə gəldiyində, atamız Tanrının huzurunda ürəklərinizi müqəddəslikdə qüsursuz möhkəm etsin. Fəsil 4. Nəhayət qardaşlar, biz sizə təlim verdik ki, Tanrını razı etmək üçün necə yaşayasınız və həqiqətən elə də yaşayırsınız. İndi Rəbb İsa'da sizdən xahiş edib sizi təşviq edirik ki, bunu daha da çox edəsiniz. Çünki bilirsiniz ki, Rəbb İsa'da nə əhkamlar verdik. Tanrının iradəsi budur. Sizin müqəddəs olmağınız, yəni cinsi iffətsizlikdən özünüzü uzaq saxlamağınız ki, sizdən hər kəs öz qabını necə təqəddüslük və ehtiramda saxlasın. Tanrını tanımayan bütpərəstlər kimi şəhvətli hava həvəslərdə yox.
və heç kim bu məsələdə öz qardaşına xata etməyib zərər yetirməsin, çünki Rəbb bütün bunlar üçün qisas alandır. Necə ki, əvvəldən sizə deyib ixtar verdik. Çünki Tanrı bizi napaçlığa yox, müqəddəs olunmağa dəvət edib. Buna görə də bunu rədd edən adam insanı yox, Tanrını rədd edir ki, öz müqəddəs ruhunu sizə verir. İndi qardaşlıq məhəbbətin barəsində ehtiyacınız yoxdur ki, biri bu haqda sizə yazsın, çünki Tanrının özündən öyrənibsiniz ki, bir-birinizi sevəsiniz. Doğrudan da siz bunu bütün Məqduniyyədə olan hamı qardaşlar haqqında edirsiniz. Lakin qardaşlar, sizi təşviq edirik ki, bunu daha da çox edəsiniz. Və aram bir həyat yaşayıb öz işinizə məşğul olasınız və öz əllərinizlə işləyəsiniz, necə ki, sizə əmr etdikdə. Elə ki, xaricilərin hüzurunda səhih rəftar edib heç bir şeyə möhtac olmayasınız. Amma qardaşlar, gözlərini həyata yummuş olanlar haqqında xəbərsiz qalmağınızı istəmirik, elə ki, ümidsiz olan özgələr kimi qəmgin olmayasınız. Doğrudan da əgər inanırıq ki, İsa ölüb yenə dirildi, elə də Tanrı İsa'da gözlərini həyata yummuş olanları onunla gətirəcək. Çünki bunu sizə Rəbbin kəlamı ilə deyirik ki, yaşayan və Rəbbin gəlişinəcək diri qalan bizlər əsla gözlərini həyata yummuş olanları ötməyəcəyik. Çünki Rəbb özü uca bir nida ilə, baş mələyin səsi ilə və Tanrının şeypuru ilə göydən enəcək və əvvəl Məsihdə ölənlər diriləcəklər. Ondan sonra yaşayan və diri qalan bizlər onlarla birlikdə yuxarı götürülüb buludlar arasında Rəbbin görüşünə havada gedəcəyik və beləcə Rəbblə daim qalacaq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin. Fəsil 5. Zamanlar və vaxtlar haqqında, qardaşlar, ehtiyacınız yoxdur ki, heç bir şey sizə yazılsın. Çünki siz özünüz yaxşı bilirsiniz ki, Rəbbin günü gecə gələn oğru kimi gələcək. Adamlar salamat var, əminamanlıq var deyən vaxt, həlakət birdən onların üstünə gələcək, necə ki, doğmaq ağrısı boylu bir arvadı tutur və qaça bilməyəcəklər. Amma siz, qardaşlar, qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Çünki siz hamınız işığın oğulları və gündüzün oğullarısınız. Biz nə gecədənik, nə də qaranlıqdan. Buna görə yatmayaq, necə ki özgələr edirlər, gəlin oyaq və ayıq qalaq. Çünki yatanlar gecə yatırlar, keflənənlər də gecə keflənirlər. Amma biz gündüzünkü olduğumuza görə gəlin ayıq qalaq. İman və məhəbbət zirehini geyək, başımıza da nicat ümidini dəbilgə kimi qoyaq. Çünki Tanrı bizi qəzəb üçün yox, Rəbbimiz İsa Məsihin vasitəsilə nicata nail olmaq üçün təyin edib. O ki, bizim üçün öldü ki, istər oyaq olaq, istər yatmış, onunla birlikdə yaşayaq. Buna görə də bir-birinizi təşviq edib, bir-birinizi bina edin, necə ki edirsiniz də. Amma qardaşlar, sizdən xahiş edirik ki, aranızda zəhmət çəkənlərə və Rəbdə sizə başçı olanlara və sizə nəsihət verənlərə hörmət edin. Və işləri üçün onlara məhəbbətdə çox böyük ehtiram göstərin. Bir-birinizlə barış içində yaşayın. Qardaşlar, sizə yalvarırıq ki, nizamsız olanlara nəsihət verin, cürətsizləri təşviq edin, zəiflərə kömək edin, hamıya nisbət səbirli olun. Diqqətli olun ki, heç kim yamanlıq əvəzinə yamanlıq etməsin. Lakin həmişə bir-birinizin və bütün insanların yaxşılığını axtarın. Həmişə sevinin, daim dua edin, hər şey üçün şükür edin, çünki bu, Məsih İsa'da olan sizlər üçün Tanrının iradəsidir. Ruhu söndürməyin. Nəbilik sözlərinə həqarətlə baxmayın. Hər şeyi imtihana çəkin, yaxşı olanı bərk tutun. Hər cür şərdən uzaq durun. Qoy barış Tanrının özü sizi tamamən təqdis etsin və Rəbbimiz İsa Məsihin gəlişində ruhunuz, canınız və bədəniniz qüsursuz hifz olunsun.
Sizi dəvət edən vəfalıdır və bunu edəcək də. Qardaşlar, bizim üçün dua edin. Bütün qardaşları müqəddəs öpüşlə salamlayın. Rəbb haqqı üçün sizə and verirəm ki, bu məktubu bütün qardaşlara oxuyasınız. Rəbbimiz İsa Məsihin feyzi sizinlə olsun.